Salamlar. Salamlar. Bugün biz Cedric Role tərzi və ya korpus desertlərinin dadına baxacağıq. Burada var malina, mango və marakuya. Mən istəyirəm dadına baxmaq mangonun. Aysel mangonun dadına baxmaq istəyir. Gəlin birinci onda Mən mangodan. heç vaxt görməmişəm radujni kram mangoyu. Mən də bu saat keçirəm. Gəlin mangonun dadına baxaq. Ладно, mən başlayım. Təəssüf ki, belə ekrana dişləməyəcəm. Çünki mən özüm yemək ASMR-lərini sevmirəm və ekrana yeməyi sevmirəm. Amma belə kəsib verəcəm. Həm də içini göstərəcəm. İçi belədir. Mangoludur. Mən mango sevirəm, amma baxaq. Okay. Mən də. Ortadır. Bəyəndim əslində. Sonradan daha xoş bir dad gəlir. Şirindir kifayət qədər. Amma Bakıda favorit premiumda yediyim mangolu korpus desertli mənim daha çox xoşuma gəlmişdi. Amma bu da dadlıdır. Sən xoşlamadın Əsir? Belə də prosta. Mən prosta xoşladım, amma belə çox yox. Sən kimi. Orta. Mən də. Malinanın dadına baxaq. Gəlin belə. Bu marojnadır. İçi belədir. Bilirsiniz, mən fikirləşirəm ki, burada marojna var. Amma o nə? Mənə içini xoşuma gəlmədi, amma bu şokolad xoşuma gəldi. Yox. Mən həddindən artıq çox bəyəndim. İçi belə həfif muzdur və içində malina cemi var və ya jeləsi deyim. Şokoladı da keyfiyyətli dadır və ümumi dad ahəngi əladır. Bu var. Keçirik indi mənim ən sevdiyim meyvə olan marakuyalı desertə baxaq. Ay, da şokolad yoxdur. Baxın, içliyi belədir, marakuyalı. Gəlin dadına baxaq. Eminəm. Orta. İndi mən dadına baxacağam. Görək meyvəsi qədər dadlıdırmı? Udu. Sənə hamısı xoşuna gəldi. Həm, çox bəyəndim. Çox bəyəndim çünki marakuyanı çox sevirəm. Bu da həfif muzdur, içində marakuya meyvəsidir. Şirin deyil, möhtəşəm dadı var. Ən çox bəyəndiyim, düzünü deyim, seçim edə bilməyəcəm. Moruqla marakuya oldu. Ən az bəyəndiyim deyə bilərəm, o da mango idi. Sizdən? Bəyəndim mangonu və ortada, amma framboaz, Malinanı, moruğu bəyənmədin. moruğu bəyənmədim. Mən də hamısını xoşuma gəlmədi. Çünki bu ancaq mamanın üçündür. Akaziyəcə o hamısına xoşuma gəldi. Necə belə? Düzdür, əslində haqlıdır. Çünki Ayselin zövqünə uyğun olmayacağını təxmin eləmişdim. Orada fındıq, şokolad var idi. Onları sevmədiyim üçün almadım. Gələn dəfə onları alaram. Bu arada bu Cedric Role'nin bənzərləridir, amma inşallah ki qismət olar Cedric Role'nin öz korpus desertlərini sınayıb müqayisə edərəm. Sağ olun. Sağ olun.